Salam hörmətli Türkəs TV-nin izləyiciləri, bu günləri 44 günlük Vətən müharibəsində şəhid olan gizirimiz İbrahimin şəhadətə ucaldığı gündür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sözü veririk onun anasına. Özünüzü təqdim edin. Buyurun. Mən Mikrofonu yaxın tutun, zəhmət olmasın. Sadıqlı İbrahim Şahinoğlu'nun anasıyam. Allah rəhmət eləsin. İbrahim bütün arzularını, bütün istəklərini vətəninə, xalqına fəda elədi. Vətəni bütün istəklərindən uca tutdu. İbrahim xüsusi təyinatlarda 7 il hazırlaşmışdı ki, bax elə vətəni azad eləmək üçün. O elə də elədi. Vətənini uca tutdu hər kəsdən, canından, arzusundan, sevdiklərindən və şəhadətinə ucaldı. Allah cəmi şəhidlərin məqamını uca eləsin. Məkanları cənnət olsun. Allah cəmi şəhidlərin analarına səbir versin inşallah. Amin, amin. Bir kəlmə deyə bilərsiniz, könüllü getmişdi 44 günlük Vətən müharibəsinə, yoxsa aparmışlar onu? O, xüsusi təyinatlı idi. Özü seçmişdi. Müharibədən də əvvəl mənə zəng vurdu, dedi, ana, buna rahat olmaz. Mən özüm seçmişəm, öz sevdiyim, öz seçdiyim yoldur. Sən rahat ol. Sözlər də o xüsusi təyinatlı idi. O 7 il o hazırlaşmışdı ki, vətəni düşməndən azad eləsin, elədilər də. Çox sağ olun. Allah razı olsun sizdən müsahibə verdiyinizə görə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər bizim unudulmaz qəhrəmanlarımızdır. Allah onların yerini behişt eləsin. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun, sağ olun.